Dəyərli dostlar, sizləri salamlayıram. Xəzər rayonu Binə Safxoz ərazisində Məscid küçəsindən sola dönən kimi gözəl belə bir məhəllədə gözəl belə bir mansarlı bir evimiz. Çıxıb satışa dəyərli dostlar, 6 qarajlıdır. Gördüyünüz kimi bu evimizin həyət hissəsidir. Gözəl bir məhəllədədir. Şəxsi özünə tikilmiş bir evdir. Həyətində sanitar basanızır, qovşağı, ehtiyat süsəni, motor gidrofonu gördüyünüz kimi. Dört bir yanına keçid qoyulub dəyərli dostlar. Evimizin də çöl görünüşü baxın bu formadadır. Gözəl belə bir həyət hissəsi ilə sizləri tanış eləyək. Bu da qaraj hissəsidir gördüyünüz kimi. Beton kəmərləri ilə. Baxın altı belə bir boşluqdur. 3-4 maşın rahatçılığına elə bir dənə evin altına yerləşəcək. Vaxt itirmədən keçsə evimizin İçərisiyle də tanış olaq dostlar. Girən kimi belə bir gözəl koridor bizi qarşılayır. Səliqəli bir evdir. Qoşadaşla inşa olunub. Sağ tərəfdə belə bir gözəl mətbəx hissəmiz var. Gördüyünüz kimi belə bir səliqəli belə bir mətbəx hissəmiz var. Burada gözəl belə bir qonaq otağıdır. Həqiqətən çox səliqəli, geniş belə bir qonaq otağıdır burada. Bir dənə yataq otağı buradadır. Kombi xətlərinə kimi çəkilib, hazır vəziyyətdədir dostlar. Burada növbəti belə bir yataq otağıdır, ikinci belə bir yataq otağıdır. Burada da üçüncü belə bir yataq otağı dostlar. Gördüyünüz kimi tam səliqəli. Burada da sanitar basanızır qovşağıdır. Gördüyünüz kimi bütün aksesuarlar qoyulub, moydalarına kimi qoyulub. Hazır vəziyyətdədir dəyərli dostlar. Bu evimizin içərisi idi. Tanış oldunuz. Gözəl belə bir otaqları da genişdir, çox səliqəlidir. 3 dənə yataq otağıdır dəyərli dostlar. Koridorda sanitar basanızır qovşağı. Burada qonaq otağı. Burada da mətbəx hissəmiz 4 otaqdan ibarətdir. 4 otaq bir mətbəxdən ibarətdir dəyərli dostlar. Çıxaq bir dənə yoldan da bir dənə bu evi çəkək dəyərli dostlar. Çıxdıq həyətə. Gördüyünüz kimi evimizin həyət hissəsidir. Çox səliqəlidir. Bu da məhəlləsidir. Dəyərli dostlar, bu da gözəl belə bir geniş səliqəli bir məhəllədir. Evimizin işıq sayğacı gördüyünüz